Çevrənizi çox ehtiyatla seçirsiniz. Bəli, bəli. Yaxın olduğum insanlarla çox yaxşı münasibətim var. Yəni enerjimi ötürürəmsə, o adamdan da onu almaq tələbim var. Əgər yoxdursa, o adam məni sıxır. Mən oradan uzaqlaşıram, ya onu uzaqlaşdırıram, ya heç orada olmuram. Mən oradan gedə bilərəm. Səkinə xanım, bir qız da böyütmüsünüz siz. Bəli. Onu hansı prinsiplərinə böyütmüsünüz? Necə tərbiyə vermisiniz? Mənim elə öz prinsiplərimdir. Elə böyüyüb, elə qəbul eləyib, Allahımdan çox razıyam. Hətta mənim gəncliyə arzu elədiyim ki, bir hüquqşünas olmaq istəmişəm. O arzumu o yerinə yetirib. Bilirsən, biraz insan rahat olur da qız uşağı üçün. Onun düzgün yolu, düzgün tərbiyəsi, axı sənin özün üçün də bir rahatlıqdır. Bilirsən ki, problem olmayacaq. Problem olmayacaq. Düşdüyü ailədə. Ailəsi var, onun da bir balası var. Hamının Allah evladlarını Allah saxlasın. saxlasın, qorusun. Yəni o tərbiyə ona bugün çox kömək olur. Bir də candan gəlmə deyilən bir şey də var ha. Mən razıyam bu fikirlə. Ola bilərdi mən nə qədər desəm. Əgər onun canında olmasaydı, mən buna nail ola bilməzdim də. Deməli özündə də bu olub ki, onu rahat qəbul edib və fikirləşib ki,